Azərbaycanın mərhum xalq artisti Yuri Balıyev və əməkdar artist Natalya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb. Konkret nöqtə az məlumat verir ki, bu haqda Qafqaz İnfoya A. Balıyev özü məlumat verib. O qeyd edib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon Əcəmi Naxçıvani küçəsində baş verib. Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anama məxsus maşının nömrəsini deyərək bu maşının bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim və Toyota markalı avtomobilin sürücüsü 2-3 gün öncə anama məxsus BMW markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir. Çünki Toyotadakı cızıq xeyli yuxarıdaydı. Həm də anamın avtomobili 4 gündür heç sürünmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər. Artur Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər. Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var. Xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə haqda polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi RP-nin 5-ci polis şöbəsində araşdırma aparılır.